qarşıda gedən yük avtomobilidirsə, ara məsafəsini mümkün qədər çox saxlamalıyıq. Səbəb nədir? Bax Sübhan, minik avtomobillərinin qaz pedaldan ayağımızı götürək. Minik avtomobillərinin qabariti kiçik olduğu üçün, bax onların önünü biz rahatlıqla görə bilirik. Düzü? Ancaq yük avtomobilinin qabariti iri olduğu üçün biz onun qarşısını görə və öncədən tədbir ala bilmirik. Ona görə mümkün qədər ara məsafəsini çox saxlayırıq. Bu bir səbəb. Yəni çox ara məsafəsi saxlamağımızın bir səbəbi budur. Biraz əyləci bıraq. Cüzi qaza toxun. Digər səbəb nədir? Yük avtomobilləri adı üstündədir düzü. Yük avtomobilləri harda olur? İnşaatda və yaxud da yolsuzluq şəraitində yük aparır, yük gətirir, düzü. Deməli, onlar nahamar yollarda, daşlı kəsəkli yollarda çox olurlar. Və bir balaca qaza toxunaq, onların təkərinin ölçüsü ilə bizim, necə ki onların qabariti ilə bizim avtomobilin qabariti eyni deyil, onların təkər ölçüsü ilə bizim avtomobilin təkər ölçüsü də eyni deyil. O avtomobillərin təkərlərinin protektorları, yəni şporları arasında olan məsamələr də bizim avtomobilin təkərinin protektorlarının arasında olan qədər deyil. Yəni böyük təkər, böyük şporlardır. Düzü? Deməli, məlum da ki, tikintiyə gedir, gəlir, yük daşıyır, yolsuzluqda olur. O daş qırıntıları girir, o təkərin arasında qalır. Və o avtomobil bu tip yollara çıxanda, yüksək sürətli yollara çıxanda da, yüksək sürətlə hərəkət edəndə o daş qırıntıları təkərin altından çıxır, o protektorların arasından. Gəlib bizim avtomobilin alın şüşəsinə çırpılır və avtomobilimizə də xəsarət yetirə bilər. Hətta şüşəni qırıb bizə də xəsarət yetirə bilər. İkinci səbəb budur. Üçüncü səbəb, bunlar yazılan qaydalar deyil, ancaq biləsən, təcrübəmə əsaslanaraq bunu deyirəm sənə. Cüzi qaza toxun, yük avtomobili ilə deyil, yük avtomobilindən düşə biləcək yükü düşün və onunla hesab götür. Yəni, belə fərz elə ki, o avtomobilin misal üçün içərisində misal olaraq daş var, xaladelnik var, soyuducu var, hər hansısa başqa bir tutalım yük var. O avtomobil hərəkətdə olduğu zaman qapısı açılıb ondan yük düşsə birbaşa yolun ortasında olacaq. Düzü? Deməli, sən o yükdən artıq qoruna bilməyəcəksən. O avtomobil hərəkətdədir, ondan özünü qoruya bilərsən. Ancaq yükü ilə qoruya bilməyəcəksən. Ya qəza baş verəcək, ya qəza baş verməsin deyə kəskin hərəkət edib, sükanı sola çevirərək manevr qaydalarını pozub, solda hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma ehtimalın var. Ona görə də yük avtomobili gördünmü, ya onu öt keç, ya da şərait yarat. İndi bu da yük avtomobilidir, qazdan ayağı götür və dönmə siqnalını yandırmadan görsən, bəli. İndi biz ona qayda öyrədəsi deyilik ki, qanan qanmayana borcludur, şərait yarat geçsin. Nəyə görə şərait yarat deyirəm? Sola dönmə siqnalını yandır, cüzi qaza toxun, çox oldu bu. Bax sol güzgüyə, kimsə yoxdur ki, maili şəkildə yavaş-yavaş sola meylənirik. Çünki özün görürsənmi ki, bizim avtomobil hələ minik avtomobilidir. Cüzi qaza toxun, sahibləndik bu zolağa. Cüzi qaza toxun və söndür. Bizim avtomobil hələ minik avtomobilidir. Görsən, bunu idarə etməkdə çətinlik çəkirik. Adamlar 14, 17, 20 metr uzunluğu olan avtomobil idarə edirlər. Təbii ki, onlar üçün daha da çətindir. Və də o avtomobillərin sürətlər qutusu, mexaniki sürətlər qutusudur. 3 pedalı var və o sürətlər qutusunu dəyiş, 1-ə keçir, 2-yə keçir. Yəni, işləri də çoxdur, əziyyətləri də çoxdur. Onların, belə deyək ki, kör nöqtələri də çoxdur. Mümkün qədər onlara şərait yaratmalıyıq. Bu da qaydanın dediyi deyil. Belə deyim də, təcrübəmə əsaslanaraq, bəli, məntiqi sənə izah verirəm.